Və 9 illik buraxılış imtahanlarının mətinləri pingvinlər. Birinci mətnimiz pingvinlərdir. Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika və soyuq ərazilərdə yaşayan pingvinlərin 17-yə qədər növü məlumdur. Ən iriləri imperator pingvinləri təxminən 45 kiloqram ağırlığında olur. Dənizlərdəki balıq və mürəkkəb böcəyi ilə qidalanırlar. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Bədənin böyük hissəsini təşkil edən bu tüklər su keçirmir. Pingvinlərin quyruqları qısa, ayaqları bədənlərinin arxasında olduğundan asanlıqla ayaq üstə dayana bilirlər. Onlar dənizdə saatda 10 dəniz mili sürətlə üzə bilirlər. Pingvinlər qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Ancaq buz üzərində çox yaxşı hərəkət edirlər. Sinələrinin üzərində yataraq üzgəc qanadlarının köməyi ilə xizək kimi sürüşüb quruda bir neçə 100 kilometr məsafə qət edə bilərlər. Bədənlərini örtən sıx tüklər və dəri altındakı qalın yağ təbəqələri istilik izolyasiyası yaradır. Bu, onları Antarktidanın sərt soyuqlarından qoruyur. Pingvinlər bədən istiliyini nizamlayan avtomatik bir mexanizmə sahibdirlər. Lazım olanda dəriyə gedən qanı azaldaraq bədən istiliklərini tənzimləyirlər. Pingvinlər təkcə artım mövsümlərində yumurtlamaq üçün quruya çıxır, 2-3 yumurta yumurtlayırlar. İmperator və kral pingvinləri isə yuva qurmur. Bir yumurta yumurtlayır və onu ayaqları üzərində və qarınlarının aşağı hissəsindəki dərinin altında soyuqdan qoruyurlar. Erkək və dişi pingvin növbə ilə kürt yatır. Kürt dövründə bir şey yemirlər. Ana və ata pingvin balalara birlikdə qayğı göstərir, onları qoruyurlar. Pingvinlər insanlardan qaçmadıqları üçün yağlarından istifadə etmək istəyənlər çox miqdarda pingvin oğurlayaraq yağ istehlak edirlər. Əlaqədar təşkilatlar çıxarılan bəzi qanunlarla pingvinləri qorumağa çalışırlar. Onları dünyanın bir çox zooparklarına uyğunlaşdırırlar. Deməli, baxıraq birinci sualımıza. Deyir, tünd qara hərflərlə verilmiş sözün qarşılığı ola bilən ifadənin işləndiyi nümunələri seçin. Tünd qara hərflə verilən sözümüz təbəqə sözüdür və yağ təbəqəsindən, yağ qatından söhbət gedir burada. Gəlin görək təbəqənin qarşılığı harda işlənir. Atmosferdə bozumtul toz qatı, toz təbəqəsi deyə bilərik. Alnın qırışları illər keçdikcə dərinləşirdi. 2-də yoxdur. 1-i götürdük, 2 yox. Qayanın bir parçası qopub yola düşmüşdü. Burada da yoxdur. Günəş tez-tez göründükcə buz layları əriməyə başlamışdı. Cavab olur 1 ilə 4. Keçən il 11-ci sinif buraxılış imtahanında da, ikinci zonada lay sözünü soruşmuşdu. Mətndə lay sözünü soruşmuşdu. Qarşılığı təbəqə qat kimi yazılmalıydı. Açıq sualdaydı. Burada isə qapalı sualda yenə eyni sözü təkrarən buraxılış imtahanlarına sala bilirlər. Cavab olur 1 ilə 4. Qat, lay, təbəqə. Keçirəm ikinci suala. Deyir, fikirlərdən biri mətnin məzmununa aid deyil. Pingvinlərin köç etməsi. Mətndə pingvinlərin köçü ilə bağlı heç bir necə deyim, məsələyə rast gəlmədik. Cavab A variantıdır, amma gəlin digərlərinə də baxaq. B-də deyir, müdafiə olunan bala pingvinlər. Düzdür. Baxın, burada məsələn deyir ki, qarınlarının aşağı hissələrinin dərinin altında soyuqdan qoruyurlar. Yəni, balalar müdafiə olunur. Pingvinlərin çoxalması, bu da təkcə artım mövsümündə yumurtlamaq üçün quruya çıxmasından danışır. Amansız şaxtaya dözümlülük, orada qeyd olunur ki, yəni sərt şaxtalar var, baxın, sərt soyuqlardan qoruyur. Pingvinlərin bədən quruluşu, onların tükləri, bədənin böyük hissəsini təşkil edən tüklər və s. bunlardan danışır. Ancaq pingvinlərin harasa köç etməsi barədə mətndə məlumat verilmir. Ona görə ikinci sualın cavabı olur A variantı. 3-də mətn əsasında müəyyən etmək olar. Bəzi qanadlı quşların üzə bilməsini. Məsələn, bəzi qanadlı quşlar deyəndə ki, burada yəqin əlbəttə ki, pingvinləri nəzərdə tutur. Baxın, deyir, pingvinlər qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Amma onlar üzə bilirlər uşaqlar. Yəni, üzgəc qanadlarının köməyi ilə sürüşüb quruda bir neçə 100 kilometr məsafə qət edə bilirlər və üzə də bilirlər. Baxın, burada deyir ki, onlar dənizdə saatda 10 dəniz mili sürəti ilə üzə bilirlər. Yəni, qanadları var, bunların qanadları var. Üzə də bilirlər. Deməli, biri götürəcəyik. 2-də deyir, eyni növə aid müxtəlif cinsli quşların kürt yatmasının. Eyni növə aid müxtəlif cinsli, yəni pingvinlər eyni növdür, hər ikisi pingvindir. Müxtəlif cins, yəni erkək və dişini nəzərdə tutur. Baxın, erkək və dişi
pingvin növbəli kürt yatır deyir. Eyni növdür, hər ikisi pingvindir, ancaq müxtəlif cinsdir, erkək və dişi. Düzdür. 2-ni də götürürük. 3-də deyir, buz əriyəndə pingvinlərin təhlükə ilə üzləşməsini. Mətndə ərimiş buzlardan söhbət getmir. Bir canlının digər canlıya yem olmasını. Baxın, pingvinlər insanların yemidir. Çünki görürsünüz, pingvini ovlayaraq deyir, yağ istehlak edirlər. 4-ü də götürəcəyik. Düzgün cavab 1, 2, 4, A variantı. Uzun tüklərin hərəkətə mane olması, mətndə bu haqda məlumat yoxdur. Keçirik 4-cü suala. Deyir, mətndəki boş çərçivə hansı cümlə əlavə olunsa, tərkib hissələrinin ardıcıllığı pozulmaz. Deməli, baxırıq ki, yazıb ki, burada birinci bu cümləni oxumalıyıq, daha sonra isə bu cümləni oxumalıyıq ki, görə bu ikisinin arasında nə gedə bilər. Pingvinlər qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Ancaq buz üzərində çox yaxşı hərəkət edirlər. Sinələrinin üzərinə yataraq üzgəc qanadlarının köməyi ilə xizək kimi sürüşüb quruda bir neçə yüz kilometr məsafə qət edə bilirlər. Burada pingvinlərin uça bilməməsindən, amma eyni zamanda da quruda sürüşərək məsafələr qət etməsindən danışır. Deməli, Antarktidanın kral pingvinləri gündə təxminən 140 dəfə suya girirlər. Yəni, bu deyir ki, pingvin uça bilmir. Burada sudan danışmır. Quruda belə deyək, sürüşməyindən və uça bilməməsindən danışır. Ona görə suya girməkləri bura yazıla bilməz. B-də deyir, növlər bir-birindən başlarındakı tüklərin rənginə görə fərqlənir. Yəni, burada tükün nə dəxlisi var? C-də deyir, kürt olduğu dövrdə çəkilərinin yarısını itirirlər. Kürt yatdığı hissə bu hissədir. Yəni, yazsam ora yazaram. Niyə o boşluğa yazım? Yəni, deyirəm, uça bilməməyindən və quruda sürüşməyindən danışır. Tükləri quş tükünə heç bənzəmir. Nə əlaqə? Y-də deyir, lazım olduqda sürətlərini 2 qat artıra bilirlər. Baxın, ancaq buz üzərində çox yaxşı hərəkət edirlər. Lazım olduqda sürətlərini 2 qat artıra bilirlər. Sinələrin üzərinə yataraq üzgəc qanadlarının köməyi ilə xizək kimi sürüşürlər. Yəni, burada müəyyən bir məsafə qət etməsindən falan danışdığına görə sürət açar sözündən istifadə edə yaza bilərsiniz. Cavab olur Y variantı. 5-ci sual. Mətnə səslən yanlış fikirləri müəyyən edin deyir. Pingvinlər dünyaya diri bala gətirirlər. Dünyaya gətirmirlər, yəni yumurtlayırlar. Ona görə bir səhvdir. 2-də deyir ki, insanlardan qaçmadıqları üçün daha çox ovlanırlar. Düzdür. Baxın, elə eynisini yazıb. Pingvinlər insanlardan qaçmadıqları üçün yağlarından istifadə etmək istəyənlər çox miqdarda pingvin ovlayaraq yağ istehlak edirlər. 2 düzdür. Bunun bir açıqlamasını oxumuşdum. Deyir ki, pingvinlər 2 ayaqlı yeriyə bildikləri üçün və insanlar da 2 ayağı üzərində yeridiyi üçün pingvinlər elə hesab edirlər ki, insanlar onların növlərindən birisidir. Ona görə özlərinə yaxın buraxırlar insanlar və insanlardan qaçmırlar. Və nəticədə də belə deyək, vəhşi insan tərəfindən ovlanırlar. 2 yəni düzdür. 3-də deyir, qanadları olduğundan rahat üzə bilirlər. Yəni, burada deyir ki, deməli, qanadları ilə üzmürlər onlar. Yaxşı üzə bilirlər. Amma qanadları olursa, bu uçar da. Niyə üzsün? Qanadla üzmək olmur axı. 3-ü də götürəcəksiniz. 4-də deyir, yırtıcı quşlar hesab olunurlar. Xeyr, yırtıcı quş deyil. Yırtıcı olsa insanı parçalayar. Amma insan onu ovlaya bilir rahat bir şəkildə. Ona görə yırtıcı deyil. Bu da yanlışdır. Uzun tüklərə sahib olmadıqlarından uçmaqlarına əngəl yaranır. Bəli, deyir ki, qısa ayaqları bədənlərin arxasında olduğundan asaqla ayaq üstə dayana bilirlər. Qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Deməli, uzun tüklər olmadığına görə uçmağa bilmirlər. 5 düzdür. Cavab olur A variantı. Sonra gəldik 6. Altına xətt çəkilmiş söz hansı nümunələrin tərkibində mətndəki mənasında həqiqi və ya məcazi mənada işlənib? Biz bu tiplərdən çox işləmişik. Altına xətt çəkilmiş soyuq ərazilər. Soyuq ərazi əlbəttə ki, mətndə həqiqi mənadadır. Sizə də mətndəki məna deyir. Yəni, həqiqidirsə həqiqi, məcazidirsə məcazi. Bir də soyuq münasibət məcazidir. A, D, Y getdi. Soyuq yemək həqiqidir. Soyuq otaq həqiqidir. Soyuq nəzər məcazidir. Hava isti olsa da idman zalı çox soyuqdur. Zal soyuq ola bilər. 2, 3, 5 cavab olur B variantı. Çünki mətndə də həqiqidir. Burada da həqiqidir. Gəldik 7-yə. Deyir, Roma rəqəmi ilə nömrələnmiş hansı cümlələrdəki hadisələrin səbəbini
müəyyən etmək mümkün deyil. Ən iriləri imperator pinqvinləri təxminən 45 kiloqram ağırlığında olur. Niyə 45 kiloqram ağırlığında olur? Nə bilim, bilmirəm. Müəyyən etmək mümkün deyil. Sonra, məsələn 2-də kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Niyə qara, boz, nazik tüklərlə örtülüdür? Nə bilim, Allah elə yaradıb, mən nə bilim. 3-də deməli, Kürd dövründə bir şey yemirlər. Niyə? Nə bilim, bəlkə depressiya düşürlər. Bilmirəm, səbəbini verməyib. 4-də əlaqədar təşkilatlar çıxarılan bəzi qanunlarla pinqvinləri qorumağa çalışır. Səbəb nədir? İnsanların pinqvini ovlaması. Bunun səbəbi var. 5-dədir, onları dünyanın bir çox zooparklarına uyğunlaşdırırlar. Səbəbi nədir? Yəni, pinqvinlərin qorunmasına şərait yaratmaq. Çünki pinqvinlərin nəsli kəsilə bilər, axı, insanlar ovlayır. Yəni, bunun səbəbləri var. Amma 1, 2, 3-ün səbəbi müəyyən edə bilmərik. Düzgün cavab olur D variantı. Gəldik, çıxdıq 8-ci suala. Deyir, cədvələ əsasən mətnin tərkib hissələri ilə bağlı uyğunsuzluqları müəyyən edin. Baxın, biz mətnin giriş, əsas, nəticə hissələrinə bölsək, mətnin mən birinci abzasını giriş götürüb, sonuncu abzasını nəticə götürsəm, birinci abzasda onların hansı ərazilərdə yaşaması çəkisi ilə bağlı məlumat verir, yəni girişdə. Sonda isə pinqvinlərin insanlarla olan münasibətlərini belə yadda saxlayaq ki, orada görsək nə problem var, onu uyğunsuzluq kimi götürək. Deməli, deyir ki, pinqvinlərin bədən temperaturunu tənzimləməsi. Girişdə belə bir şey yoxdur, nəticədə də yoxdur. Deməli, əsasa yazıb, doğrudur. 2-də deyir, pinqvinlərin yaşadığı ərazilər. Baxın, Cənubi Afrika filan orada sadalayır, girişdədir, düzdür. Pinqvinlərin nəslinin kəsilməsinin qarşısını almaq üçün görülən tədbirlər bu təşkilatların elədiyi tədbirdir. Bu nəticədə olmalıdır. Əsasa yazıb deyə səhvdir. 3-ü götürəcəm. Çünki uyğunsuzluq istəyir. 4-də deyir, pinqvinlərin çoxalması əsas hissə düzdür. Qorunan pinqvin balaları əsas hissəyə aiddir. Nəticəyə yazıb səhvdir. Cavab olur 3 ilə 5. Yəni A variantı. Qapalı suallar bitdi. Keçirik açıq suallara. Üçbucaq işarəsinin qarşılığını istəyir. Sonra həmin qarşılığın cümlədə işlənməsini istəyir. Dairə ifadənin qarşılığını istəyir. Qarşılığın işləndiyi cümləni istəyir. Gəlin baxaq sözlərinizə. Deməli, birinci sözümüz sərt soyuqdur. Sərt, biz bunu kəskin sözü ilə əvəz eləyə bilərik. Məsələn, sərt soyuqlar, kəskin soyuqlar anlamında istifadə oluna bilər. Şiddətli soyuqlar anlamında. Deməli, sərt sözün əslində ilkin mənası ağla gələn bərk, möhkəm deməkdir. Möhkəm soyuqlardan qoruyur, amma sərt deyəndə möhkəm mənasını deyil də, daha çox dediyim kimi, şiddətli və kəskin mənasını yazıb həmin sözü cümlədə işlədirsiniz. İstifadə etmək, deməli, ikinci sözümüz istifadə etməkdir. Bu da faydalanmaq mənasında daha çox istifadə oluna bilər. Məsələn, yağlarından istifadə eləyirlər, yağlarından faydalanırlar. Bu mənada götürmək olar. Və sonra onu, deməli, cümlədə işlətməlisiniz. Deməli, əslində işlətmək sözü də olar. Yağından istifadə edir, yağından işlədir. Yağı işlətmək mənasında. Sərt, deməli, şiddətli, kəskin mənasında istifadə edəcəksiniz. İstifadə etmək, deməli, faydalanmaq və işlətmək. Sən deyirəm, yağı çox işlətmə, yəni yağı çox istifadə eləmə, o mənada işlətmək. Götürmək olar və bunları cümlədə işlətməlisiniz. Məsələn, deyirsən ki, şiddətli külək fəsadlara yol açdı yazın ya da kəskin hava şəraiti ilə əlaqədar yollar bağlanmışdı. Faydalanmaq, məsələn, deyirəm ki, mən müəllimin kitablarından istifadə edirəm. Yəni, müəllimin kitablarından faydalanıram ya da müəllimin kitablarını işlədirəm, istifadə edirəm. Belə. 10-cu sual. Dəvə quşu ilə bağlı bir mətin verib. Burada pinqvinlə dəvə quşunu müqayisə eləyəcəyik.
Dəvəquşu quşlar arasında ən böyük canlı olmaqla dünyanın bütün isti ərazilərində yaşayır. Deməli, dəvəquşu isti ərazilərdə yaşayır. Birinci fərq budur. İsti ərazidə yaşayır. Ən azı bir fikir yazın deyil. Bir fikir yazmaqla kifayətlənsəz olar. Pinqvinlər soyuq ərazidə yaşayır. Soyuq ərazidə yaşayır. Ortaq cəhət nədir? Baxın, görürsünüz, hər ikisi nə edə bilmir? Uça bilmir. Yazırsınız, hər ikisi uça bilmir. Hər ikisi uça bilmir. Da yazmıram ortaya, hər ikisi uça bilmir. Dəvəquşu bərk qaçır. Pinqvin isə üzə bilir. Belə yaza bilərsiniz. Belə. Hər ikisinin tükləri var, yaza bilərsiniz. Və götürüb yazmayın, nə bilim, hər ikisi quşdur, nə bilim, hər ikisinin qanadı var. Yəni sən bu mətn verilməsə də bilirsən hər ikisi quşdur. Yəni onda bu mətni niyə verib? Bəzək üçün verib. Ona görə mətndə olanları müqayisə eləməz. Yəni deyirəm, dəvəquşu isti ərazilərdə yaşayır, pinqvin soyuq ərazilərdə yaşayır. Pinqvin üzə bilir, dəvəquşu qaça bilir. Hər ikisi uça bilmir. Bu qədər. Hər ikisi uça bilmir. Belə. Mətnimizin izahı belə. Bərk niyə olmur? Uyğun gəlir axı. Bərk mənasında sərt sözünün. Bəli, qarşılığı var. Sərt, bərk. Yəqin ki, etalonda çıxmış da olar. Qoy baxın bir dənə. Möhkəm, bərk. Bəli, çıxır. Olur. Yazmaq olar. Yəni, çünki çox uşaq götürüb yazır. Yerinə görə də oturur. Amma bilirsiniz necə? Bir neçə məna çaları olur bir sözün. İstifadə etmək, xərcləmək olmaz. Xeyr. Çünki yağını xərcləmir ki orada. Pulu xərcləmək olar. Amma yağı xərcləmək olmaz. Uyğun gəlmir. Səhv götürəcək. Amma sərtin qarşılığını bəli. Bərk, möhkəm, şiddətli, kəskin götürmək olar. Xeyr. Mətndəki ciddi və sərt o mənada uyğun gəlmir. Bilsən, sənin yazdığın necə? Xaraktercə sərt insanlar, ciddi insanlar bu anlamda uyğun gəlir. Sərt uyğun gəlmir, təəssüf ki. Amma bərk və dediyim kimi möhkəmi götürürlər. Möhkəm soyuqlardan, bərk soyuqlardan qoruyur. Bu anlamda. Mətnimizin izahı belə.